Salam əziz izləyicilərim. Mən öz sağlamlıq haqqında çəkdiyim videolarımda tez-tez Aralıq dənizi pəhrizini misal gətirirəm və vurğulamaq istəyirəm ki, oradakı məhsulların üstünlüyünü taxıl və un məmulatları təşkil eləyir və həmən pəhrizdən istifadə edən insanlar digərlərinə baxmış daha uzun ömürlü və daha sağlıqlı həyat sürürlər. Bununla bağlı çoxlu araşdırmalar var. Özünüz də maraqlana bilərsiniz. Məsələn, Okinawa adasında yaşayan insanları baxsanız və yaxud da İtalyanların özünə baxsanız, hansıları öz spagettilərindən, pizzalarından məşhurdular. Buna baxmayaraq bir çox mütəxəssislər un məmulatlarını və taxıl məhsullarını günahlandırırlar insanın sağlamlıqla bağlı problemlərində. Gluten var orada, nə bilim də, filan bir şeylər yoxdur, filan bir şeylə zəngin deyil, ziyanlıdır və s. və ilahir. Sanki insan çörəyi yığışdırandan sonra onun bütün sağlamlıq problemləri yox olacaq. Amma mən bir şey demək istəyirəm. Bilirsiniz, biz hansısa bir pəhrizdən istifadə edəndə əsas faktor və rol oynayan odur ki, birincisi, biz bunu beynimizlə başa düşürük, özümüzü proqramlayırıq, yəni ciddi yanaşırıq və niyyət edirik buna. İkincisi, bir dənə məhsulu yığışdırmırıq. Onun yanında biz qidalanmamızı səliqə-səhmana salırıq. Rejimli şəkildə bunu edirik. Başa düşürsünüz, əsas faktor sağlam qidalanmada rejimdir, rejim. Və bunun yanında fiziki aktivliyimiz artır. Bunun yanında yuxu rejimimizə diqqət yetiririk. Başa düşürsünüz, sağlamlıqla bağlı problem bir dənə tək bir məhsula görə yaranmır. Mən onu demək istəyirəm. Əgər insan hətta çörəyi yığışdırsa, amma yenə də gündə 5-6 dəfə nə gəldi, harda gəldi, necə gəldi yesə, o yenə də xəstə olacaq. Mən bunu vurğulamaq istəyirəm. Və həmən ərazilərdə yaşayan insanlar təbii ki, bir tək un məmulatlarını yeyib elə uzanmırlar səhərdən axşama kimi. Onlar səhərdən axşama kimi çalışırlar. Onlar aktiv həyat tərzi sürürlər. Onlar öz yuxu rejimlərinə diqqət yetirirlər. Və bu onları təbii ki, sağlam saxlayır. Yəni, bir daha vurğulayıram. Sağlam olmaq istəyirsinizsə, bir dənə tək bir məhsulun üstünə düşməyin. Hər bir məhsulun zərərli tərəfini də, faydalı tərəfini də tapmaq olar hər bir məhsulda. Orada cavab yoxdur. Cavab həyat tərzinin özündədir. Necə mən öz bədənimə yanaşıram. Elə bir adamlar var ki, bununla işləməyib, başlayırlar psixosomatikanı, karmanı, psixologiyanı araşdırmağa ki, görəsən orada mən nə tapa bilirəm uşaqlıq travmalarımdan ki, bu günləri sağalım. Və heç nə eləmirlər öz bədəninlə bağlı. Və heç nə də dəyişmir. Başa düşürsünüz? Çünki sizə hər kəsdən, hər şeydən öncə bu maddi dünyada bədən verilibdir. Bədən. Və biz ömrümüzün axırına qədər o bədəni qulluq etməliyik. Başa düşürsünüz? Ən birinci bu. Və əgər siz həqiqətən də yuxu rejiminizə diqqət yetirirsinizsə, əgər həqiqətən də qidalanmanıza fikir verirsinizsə, yəni aldığınızdan daha çox da verirsinizsə fiziki aktivliyinizlə, əgər bu baxımından hər şey superdir, amma yenə də nəysə sağlamlıq problemləri sizdə qalıbdır, necə ki, məndə məsələn də ləkələr var idi və heç cür qidalanma ilə, fiziki aktivliklə falan o getmirdi. Biraz daha dərinliyinə gedəndə məcbur qalırsan da. O zaman başa düşürsən ki, sənin başqa bir rolların da var. Yəni, bir dənə tək bədəndən də ibarət deyilsən. Bax, o zaman mən baxım öz münasibətlərimə, o zaman mən baxım öz həyata qarşı yanaşmama. Çünki əgər mən stresli bir həyat sürürəmsə, əgər mən həddindən artıq gün ərzində qıcıqlanıramsa, aqressiyadayamsa, mənfi emosiyalar yaşayıramsa, bax, o zaman təbii ki də mən sağlam ola bilməyəcəm. Yəni, əgər mən bugünkü günü burnumu qonşumun həyatına soxuramsa, məndə ciddi problemlər olacaq həyatımda. Əgər mən tanışlarımın, dostlarımın cibini sayıramsa, məndə ciddi problemlər olacaq həyatımda. Əgər mən kimisə həddindən artıq çox qınayıramsa, qeybət edirəmsə kimsə haqqında,
əlbəttə məndə problemlər olacaq. Əgər mən naşükürəmsə, daxili etirazlarım çoxdursa, narazılıqlarım çoxdursa və hər gün şikayətlər eləyirəmsə, məndə problemlər artacaq həyatımda. Başa düşürsüz? Yəni əsas fundament öz bədəninlə işləməkdir. Yox, əgər o da təsir göstərmirsə, o təsir göstərəcək amma, çox təsir göstərəcək. %90% sağlamlıqla bağlı problemlər aradan qaldırılacaq. Psixosomatika ilə və psixologiya ilə insan o zaman başlayır daha çox işləməyə. Nə vaxt ki, bədəni vроде bu sağlamdır, ruhi bir narahatlıq var. Başa düşürsüz? Nə vaxt daha dərindən istəyir araşdırmaq bəzi bir şeyləri. Və o başqa məsələ. O zaman artıq sən psixosomatika, psixologiyaya da girə bilərsən. Yəni amma unutma ki, sən ilk olaraq bədənsən bu maddi dünyada. Ruhun sənə bədən verilibdir və onun xidmətçisisən. Bu qədər. Təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Ümid edirəm o doğru zamanda doğru ünvanlara çatacaq və fayda gətirəcək. Hər bir halda bu niyyətlə çəkilibdir. Sağ olun, salamat qalasınız. Özünüzə yaxşı baxın. Özünüzə.